Herkese selamlar. Bu dersimizde match funksiyasını öğreneceğiz. Ondan necə və harda istifadə olunur onu sizə göstereceğim. Python'ın 3.10 versiyasından itibaren yeni bir matching funksiyası təqdim edilib. Hansı ki 3.10 versiyadan öncəkilerde bu funksiya dəstəklənmir. Bu daha və istifadə etdiyimiz if-else, elif strukturlarına alternatif olaraq çox daha təmiz və oxunaqlı kod yazmağa imkan verir. Bəzi кейslərdə bu match funksiyasından istifadə etmək if-else şərt operatorlarının daha alternativ yoldur. Match funksiyası bir çox şərti və strukturu asanlıqla yoxlamağa imkan verir. İstifadə edərkən daha rahat və mükəmməl nəticələr əldə edə bilərik. Match'in işləmə qaydası belədir ki, bir dəyəri müxtəlif nümunələrlə uyğunlaşdıra bilirik və ən sonda default bir şərt qeyd edirik ki, hansı ki else funksiyasını yerinə yetirir. Şərtlərimiz ödənmədikdə o yerinə yetirilir. Bu funksiyanı istifadə edərək şablonları, yəni patternləri yoxlaya bilərik və uyğun gələn nəticələr üzrə əməliyyatları yerinə yetirmək mümkündür. Match funksiyası daxilində bir veya bir neçə case şərti ilə dəyişəni yoxlayırıq. Bu bir çox if-else bloklarının daha sadə və oxunaqlı bir struktura malikdir. Burada yazdığımız bizim dəyişənimizdir. Bir dəyişənimiz var. Bu case'lərdə də yazdığımız isə onun bərabər ola bilmə ehtimallarıdır. Hər case üçün bir əməliyyat qeyd edirik və ən sonunda default hansı ki heç bir şərtimiz ya da case'imiz qalmadıqda underscore dediyimiz işarədən istifadə edərək default əməliyyatı qeyd edirik. Match üçün klassik bir nümunə üzərindən gedək. Gün üzərindən gedə bilərik. Hansı ki day bərabərdir. Məsələn, deyə bilərik ki, bazar. Bu zaman match'dən istifadə edərək, əgər biz if-else ilə yazsaydıq, bir bazarı bərabər eləyəcəkdik ki, day bərabərdir bazar, bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı falan. Hər birində eyni şərti, bir-birinə oxşar şərtləri təkrar yazmalı olacaq. Amma burada isə daha sadə yol var. Hansı ki day yazırıq, yəni dəyişənimizi. Daha sonra enter basdıqda burada case deyirik. İlk yoxlanılacaq şərtimizi yazırıq. Məsələn, mən burada yazıram ki, bazar ertəsi və qarşısına qoşa nöqtə qoyuram. Burada dəyişənimizin bərabər ola biləcəyi qiyməti, dəyəri, hansı ki yoxlanılmasını istədiyimiz dəyəri qeyd edirik və enter basdıqda isə print desin ki, bugün birinci gündür. Məsələn, həftənin birinci günüdür. Əgər bu şərtim doğru deyilsə, ikinci case yazıram. Bu zaman yenidən yazıram ki, cümə yoxlasın məsələn. Və yenidən eyni qaydada qoşa nöqtə qoyub əməliyyatı qeyd edirəm. Və bu formada davam edir. Ta ki siz neçə dənə case'in yoxlanılmasını istəyirsinizsə onları qeyd edirsiniz. Mən ən sonda bazar qeyd edəcəm. Və yenidən qoşa nöqtə print və default halını unutmuruq. Case underscore qoşa nöqtə qoyuruq. Burada heç bir dəyər yazmırıq. Default əməliyyatımızı qeyd edirik ki, tapılmadı məsələn, həmin günü qeyd etməmişik şərtdə. Və run etdikdə bu necə işləyir? Dəyişənimiz var və artıq bütün case'ləri bir-bir yoxlayır. Dəyişənimizi buna bərabər edir.
düzgün değil. Düzgün olsaydı bunu yerinə yetirərdi. Daha sonra gəlir bunu yoxlayır. Və bu da düzgün değil. Artıq bunu da pas keçir. Və bunu yoxladıqda görür artıq dəyişənimizin dəyəri buna bərabərdir. Bu zaman bu printi çapa verir və əməliyyatı bitirir. Əgər bu bərabər olmasaydı necə olardı? Bu zaman heç bir şərtimiz ödənmədiyi üçün ən sonda yazdığımız default dəyərə, yəni default əməliyyatı yerinə yetirir. Yəni gördüyünüz kimi ən sondakını qaytardı. Bunu tuple'larda və yaxud da digər collection data type'lar üçün də edə bilərik. Məsələn, bizim koordinatlarımız ola bilər, hansı ki bizə bir çox koordinatlar daxildir. Məsələn, onu tuple formasında, hansı ki tuple demişdik ki, dəyişmək mümkün olmur. Burada məsələn koordinat daxil edirəm, hansı ki float data type-ındadır və onu match ilə yoxlamaq istəyirəm ki, mənim axtardığım koordinatlardırmı deyə. Yenidən eyni qaydada dəyişənimi yazıram və qoşa nöqtəmi qoyub bütün case'lərimi qeyd edirəm. Burada match'in öz if bloku var. Gördüyünüz kimi case match'in daxilindədir, print case'in daxilindədir. Yəni bu if bu kod blokları da daha diqqətli olmalıyıq. Məsələn, mən burada printi burada yazsaydım errorla qarşılaşacağam. Python kod bloklarda bu boşluqlara qarşı həssasdır. Və mən yoxlamaq istəyirəm ki, ya da bir əməliyyat etmək istəyirəm, hansı ki qeyd edirəm ki, bura lan latitude, yəni long, eni və uzunluq bir növ f stringdən istifadə edərək onları çapa vermək istəyirəm. Məsələn, desin ki, lat və sonda da default dəyərimi yazıram. Burada nə kimi case'lər ola bilər? Koordinatlarımız düzgün olmaya bilər. Ya da burada tablo'nun içərisində 3 dənə koordinat ola bilər. O zaman bu şərtimizi ödəmir. Amma hazırda bu ödədiyi üçün dəyişənin adını düzgün yazmamışam. Bu formada f stringi işə saldı. Məsələn, mən burada başqa bir koordinat qeyd eləsəm, məsələn, bu zaman uyğun deyil deyəcək. Çünki bu tuple formasını ödəmir. Bunu digər dictionary, list, setlərdə də istədiyimiz formada şərtlər yazıb uyğunlaşdıra bilərik. Bəs match funksiyasında or və and məntiqi operatorlarını necə istifadə edə bilərik? Bu bir neçə şərtə eyni anda yoxlayarkən faydalıdır. Bu zaman bir nümunə üzərindən gedək. Hansı ki bizim bir heyvanımız var. Biz ona pişik deyək. Ev heyvanı olub olmadığını yoxlamaq istəyirik. Bu zaman deyək ki heyvan və daha sonra case yazaraq mən onun iki şərtini yoxlamaq istəyirəm. Məsələn, ev heyvanı olaraq pişik və ya it ola bilər. Mən burada pişik deyirəm. Əlavə olaraq, yəni or ilə bu operatordan istifadə edirik. It yoxlamaq istəyirəm. Hansı ki qoyuram ki, mənə print desin ki, ev heyvanıdır.
Artıq burada OR operatorunu işarə ilə əvəz eləyərək istifadə etdik. Yəni burada artıq iki şərtdən birini yoxlayır. Yəni iki dəyərdən birini yoxlayaraq əgər hansısa birinə bərabər olsa true, yəni ifadəsini qaytarırsa onu əməliyyatı yerinə yetirir. Sonda isə default case-imi yazıram. Bununla da deyə bilərik. Və run etsək görərik ki, bizə ev heyvanını qaytardı. Bu dərsimizdə match funksiyasını, ondan necə və hansı кейslərdə istifadə edərək bir neçə nümunəsini sizə göstərdim. Match-in üstünlükləri odur ki, daha oxunaqlıdır. Yəni bəzi hallarda, кейslərdə if və eliflərdən daha oxunaqlı struktura malikdir. Daha mürəkkəb qərarların verilməsində ya da pattern matching dediyimiz mürəkkəb verilənləri rahatlıqla yoxlamağa imkan verir. Bu funksiyanı tətbiq edərək proqramını daha təmiz və oxunaqlı edə bilərsiniz. Bu üsul Pythonda şərtli əməliyyatları daha sadə və effektiv şəkildə idarə etməyə imkan verir.